Məlum olduğu kimi bugün İstanbulda zəlzələlər baş verib. Belə ki, gün içərisində 1 saat ərzində ardıcıl olaraq 6 zəlzələ hadisəsi qeydə alınıb. Bunlardan ən kiçiyi 3,9 bal, ən yüksəyi isə 6,2 bal gücündədir. Bəs İstanbulda baş verən zəlzələnin Azərbaycana hər hansı bir təsiri ola bilərmi? Bununla bağlı Oxu-Azı açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlama verib. O bildirib ki, həm məsafə, həm də seysmotektonik quruluş baxımından Türkiyə ilə Azərbaycan arasında əlaqə olmadığı üçün orada baş verən zəlzələnin ölkəyə heç bir təsiri ola bilməz. Qurban Yetirmişli qeyd edib ki, zəlzələ baş verəndən sonra dalğaların yayılması müşahidə olunsa da, hazırda Azərbaycanın bölgələrində zəlzələ ocaqlarında hər hansı gərginlik yoxdur. Buna görə xırda təkanlar qeydə alınsa da, ümumi fon sakitlikdə, yəni əhali narahat olmasın deyə Qurban Yetirmişli bildirib.